Gənclikdə 200 manata satılan eyni geyim necə olur Bakıxanovda 100 manata satılır? Deməli, Türkiyənin məşhur kişi geyimləri markası olan Legatonun Bakıda ayrıca mağazası varmış. Buranı bəlkə də çox adam tanımır, amma premium geyinən bəylər, hətta bəzi müğənnilər çox yaxşı tanıyır. Amma premium sözü sizi qorxutmasın. Özüm Allah şahidi. Burada bəzi köynəklərin tam eynisini şəhərin mərkəzindəki mağazalar daha baha qiymətə satır. Amma bir daha deyirəm, söhbət 15-20 manatlıq sintetik köynəklərdən deyil, normal keyfiyyətli məhsullardan gedir. Burada kişilərin geyinə biləcəyi hər şey var. Klassik, yarım klassik və idman üslubunda olan köynəklər, pencəklər, şalvarlar, qalın və nazik gödəkçələr, vetrovkalar və daha nələr. Heyif ki, burada da S ölçülü geyimlərin qıtlığı vardı. Daha doğrusu, mən bəyəndiklərimin S-i qalmamışdı. Amma S-dən fərqli olaraq digər ölçülər boldu. Hətta böyük bədən kişilər üçün də xeyli məhsul var. Bax, bu köynəklərin materialı o qədər möhtəşəm idi ki, heyif mənə uyğun ölçüləri qalmamışdı. Bir neçə il əvvəl Yasamalda Şərifzadədə satıcı işləmiş qardaş deyir ki, orada 250-300 manata təklif olunan mallar burada daha ucuz satılır. Yəni uzun sözün qısası, keyfiyyətə önəm verən qardaşlar, Bakıxanovda Aygün Molun 1-ci mərtəbəsində İlgün bəyin Legato mağazasını yadda saxlayın və bir dəfə baş çəkin. Yeri gəlmişkən burada bilmiş oldum ki, bəzi məşhur müğənnilər və meyxana ustadları buradan alış-veriş eləyir. Adlarını çəkmirəm, özləri bilir. O ki qaldı mənə, burada bircə bu qolsuz gödəkçə tam əynimə oldu. Satıcı dili ilə desək, qutu kimi oturdu. Ona görə də bunu dərhal götürdüm. Hamınızdan bir mübarəkdir gözləyirəm. İzlədiyinizə görə təşəkkürlər.